Necə oldu Aslan könüllüsü oldunuz və bu fəaliyyət sizin həyatınıza nələr qatdı? 2015-ci ildə mən artıq universitetin 4-cü kurs tələbəsi idim və o vaxt yəqin ki, eşitdik hardansa ki, Asan Xidmətin belə bir təklifi imkanı var bizim üçün. Və mən heç tərəddüd etmədən bu könüllülük proqramına qoşuldum. Ümumiyyətlə, mən qarşıma hər çıxan tələbəyə bunu tövsiyə eləyirdim ki, zamanında, indi də bütün imkanınız olduğu qədər bütün könüllü fəaliyyətlərdə iştirak edin. Çünki könüllü fəaliyyətlər bizim bu günümüzü inşa edən o təməl daşlardır da, belə deyim. Siz bugün Günel Əkbər görürsünüz, amma bu Günel Əkbər bir günün nəticəsi deyil. İllərin könüllü fəaliyyətlərindən toplanan, eyni zamanda əzmkarlığın, çox çalışmağın nəticəsidir. YouTube kanalımıza abunə olun.